Mayın 11-də Azərbaycan ordusunun hərbi qulluqçuları Hüseynov Məhəmməd Ərbabaoğlu və Qaflanov Kamil Cəmiloğlu xidməti vəzifələrini yerinə yetirərkən Kəlbəcər rayonu ərazisində minaya düşüblər. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, xəsarət alan hərbi qulluqçular yaxınlıqdakı tibb müəssisəsinə təxliyə edilib. Dərhal ilkin tibbi yardım göstərilən hərbi qulluqçularımızın vəziyyətləri stabildir. Hazırda hərbi tibb müəssisəsində müalicələri davam etdirilir. Faktla bağlı araşdırma aparılır. Amerikanın Ohio sinifinə aid nüvə sualtı gəmisi USS Alyaska Cəbəli Tariq boğazına gəlib. Atom sualtı qayığı Trident 2D5 qitələr arası ballistik raketləri ilə silahlanıb. Gəminin İrana mesaj olaraq göndərildiyi deyilir. Amerika prezidenti Donald Trump Venezuelanı Amerikanın 51-ci ştatı etmək barədə ciddi düşünür. Bu barədə siyasətçi Fox News müxbiri John Roberts telefon danışığında səsləndirib. O, mənə Venezuelanı 51-ci ştat etmək barədə ciddi düşündüyünü dedi, deyə o qeyd edib. Amerika prezidenti Donald Trump İran daxilində fərqli qrupların mövcud olduğunu bildirərək diqqət çəkən açıqlama verib. Trumpın sözlərinə görə İranda həm mötədil qüvvələr, həm də dəli insanlar adlandırdığı radikal qruplar var. O bildirib ki, ölkədə daha çox hörmət edilən tərəf mötədillərdir. Radikallar isə sona qədər mübarizə aparmaq istəyir. Amerika prezidenti əlavə edib ki, İran Vaşinqtonun zamanla geri çəkiləcəyini düşündüyü halda bunun baş verməyəcəyini hesab edir. İran düşünür ki, mən yorulacağam və ya mənə təzyiq edəcək, amma heç bir təzyiq yoxdur. Biz tam qələbə qazanacağıq. İran zənginləşdirilmiş uranın ölkə xaricinə çıxarma ehtimalını istisna edib və Beynəlxalq Atom Enerjisi Agentliyinin nəzarət altında zənginləşdirmə səviyyəsini müstəqil şəkildə azaltmağa hazır olduğunu bildirib. İran hökumət strukturlarındakı mənbəyə görə Amerika uranın zənginləşdirilməsinin mərhələli şəkildə dayandırılması üçün 20 illik müddət tələb edib, lakin Tehran bu şərti rədd edib. İran uranın zənginləşdirilməsi səviyyəsini müstəqil şəkildə azaltmaq istədiyini açıqlayıb. Eyni mənbəyə görə Vaşinqton İranın yüksək dərəcədə zənginləşdirilmiş uranın Rusiyaya təhvil verilməsi ideyasını rədd edib və mümkün alıcı kimi üçüncü bir ölkəni təklif edib. Təəssüf ki, yeni hücumlara hazırlaşırıq. Bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib. Rusiyanın müharibəni bitirmə niyyəti yoxdur, deyə o qeyd edib. Ukrayna Rusiya ilə aeroportlara zərbələrin dayandırılmasını nəzərdə tutan ayrıca razılaşma əldə etməyə çalışır. Bu barədə Politico məlumat yayıb. Məlumata görə söhbət Moskva və Kiyevin qarşılıqlı şəkildə bir-birinin aeroportlarına hücum etməməsindən gedir. Ukraynanın Xarici İşlər naziri Andrey Sybiga qeyd edib ki, belə bir format Amerikanın diplomatik səylərini əvəz etməməli, danışıqlara əlavə olunmalıdır. Kiyev hesab edir ki, bu təşəbbüs müharibə fonunda müəyyən risklərin azaldılmasına və danışıqlar prosesinə əlavə imkan yaradılmasına kömək edə bilər. Ermənistanın baş naziri Nikol Paşinyan Ukrayna prezidenti Vladimir Zelenskinin İrəvanda səsləndirdiyi açıqlamalarla bağlı Rusiyanın narazılığına münasibət bildirib. Paşinyan qeyd edib ki, sammit çoxtərəfli platformadır və iştirakçıların çıxışlarını senzura etmək və ya onlara müdaxilə etmək Ermənistanın yanaşmasına uyğun deyil. O bildirib ki, Vladimir Putin də müxtəlif tədbirlərdə onun iştirakı ilə üçüncü ölkələrlə bağlı bəyanatlar verir və Moskva həmin hallarda İrəvandan reaksiya gözləmir. Paşinyanın sözlərinə görə, Ermənistan öz maraqları və gündəliyi olan kiçik dövlətdir. Biz maraqlarımıza birbaşa təsir etməyən qlobal məsələlərə müdaxilə etməyə çalışmırıq.